İşçinin iş vaxtından artıq işə cəlb edilməsini qeyd etmək üçün sənədlərin siyahısından yeni bölməsinə keçid edib, qeyri-iş günü işə çıxmaq başlığına daxil olun. Əmr nömrəsi, iş növü məlumatlarını əlavə etdikdən sonra işçi seçim bölməsinə klikləyin. Siyahıdan işçini seçdikdən sonra hesablanacaq il, ay, başlanma və bitmə tarixi və saatlarını qeyd edib yadda saxlayın. Tamamlandıqdan sonra istədiyiniz sayda işçini eyni qayda ilə əlavə edib məlumatlarını daxil edə bilərsiniz. İşçilər daxil edildikdən sonra yadda saxla düyməsini sıxın. Əməliyyat başa çatdıqdan sonra sənədlərin siyahısından müvafiq sənədi seçərək çap formasını əldə edə bilərsiniz.